Dəyərli yoldaşlar, qədim Roma mədəniyyəti. Ümumilikdə Yunan mədəniyyəti və Roma mədəniyyəti bir yerdə antik mədəniyyət adlanır. Bunu unutmayaq. Antik mədəniyyət qədim Yunan və Roma mədəniyyətlərinin birgə cəmidir. Roma şəhəri haqqında danışaq. Deməli, Aralıq dənizinin ətrafında ən böyük şəhər idi. Adına əbədi qızıl şəhər də deyirdilər. Sadəcə şəhər də deyirdilər. Forum var idi, mərkəzi meydan. Romada, ümumiyyətlə Roma şəhəri, qədim Roma İmperiyasının şəhərlərində forumlar var idi. Onlardan da biri Roma şəhərində idi. Eyni zamanda Roma şəhərində termlər var idi. Bunlar isti və soyuq suları olan hamamlar idi, istirahət yeri idi bura. Burada kitabxanalar da var idi. Deməli, Roma poeziyasından danışırıq. Roma poeziyasının qızıl dövrü var. Bu da eramızdan əvvəl 1-ci əsrdən bizim eranın 1-ci əsrinə qədər 2 əsri əhatə edir. Burada əsasən danışılır, şair Vergilidən və Lukretsidən danışılır. Vergilini biz hardan tanıyırıq? Eneida poemasından. Eneida poemasını yazıb Vergili və bunu Oktavian Avqustun sifarişi ilə yazıb. İmperator Oktavian Avqustun sifarişi ilə. Tarix elmi haqqında biraz danışaq. Qədim Romada tarix elmi inkişaf etmişdi. Ümumiyyətlə, müharibə olan yerlərdə tarix elmi inkişaf edir. Orada yazılar, qeydlər, onlar deməli tarixi məlumatlardır. Böyük Plini tarixçidir. Kitabının adı Təbii Tarixdir. Təbii Tarix əsərinin müəllifidir. Təbii Tarix əsəri Aralıq dənizi ətrafında olan ölkələrin tarixi haqqında ətraflı məlumat verir. Aralıq dənizi ətrafı ölkələrin. İkinci tarixçimiz Tit Livi. Tit Livi biraz tarixə başqa cür yanaşır. O deyirdi ki, tarix keçmişin təcrübəsini əks etdirir və əxlaq dərsi verir bizə. Tarix keçmişin təcrübəsini əks etdirir və bizə əxlaq dərsi verir. Bu, Tit Livinin gəldiyi tarix haqqında qənaət idi. Təqvim məsələsi. Təqvim. Ümumiyyətlə, Roma təqvimi biz ilk dərsimizdə belə, video çəkəndə danışdığımız ilk dərsimizdə belə təqvimlər mövzusunda 753-cü ildə Roma şəhərinin əsasının qoyulması ilə başlayır Roma təqvimi. Roma ili deyilir buna. Amma Yuli Sezarın təqvimdə biraz qatqıları olub. Belə ki, o qədim Misir təqviminin üzərində müəyyən dəyişikliklər etdirilməsini tapşırır. İskəndəriyyədə deməli astronomlarla danışır və bu təqvimdə biraz dəyişiklik edərək yeni Yuli Sezar təqvimini tərtib elətdirir. Burada mart ayı birinci aydır. Mart ayı dediyimiz kimi birinci aydır. Yazı haqqında biraz danışırıq. Yazı, Roma yazısı Latın yazısıdır, yəni Latın əlifbasıdır. Eyni zamanda Latın dilindən biz burada danışırıq. Deməli, Latın əlifbası indi də artıq istifadə olunur. Bir çox ölkələrin, elə biz də Latın qrafikasından istifadə edirik. Deməli, Latın dili isə İtalyan, Rumun və Fransız dillərinin yaranmasında xüsusi rolu var. Teatr. Teatr, biz bunu Yunanistan tarixində də görmüşük. Tragediyalar, komediyalar, eyni Yunanistan kimi Romada da var idi. Tragediyalar, komediyalar. Oktavian əmr eləyir ki, Romanın ətrafında çox böyük bir süni göl düzəltsinlər və bu göl dəniz döyüşləri tamaşalarını göstərmək üçün deməli yaradılır. Eyni zamanda quru oyunlarında döyüş arabalarının yarışları daha çox şöhrət qazanmışdı. İncəsənətdən danışarkən biz ritonların adını çəkirik. Ritonları qədəhlərdir, buynuz şəkilli qədəhlərdir. Bunu biz Azərbaycan tarixi Manna dövründən də keçmişik. Dəyərli yoldaşlar, qədim Romada din. Xristianlıq gələnə qədər din çox tanrılı din idi. Daha doğrusu xristianlıq rəsmi din olana qədər çox tanrılı burada yayılmışdı. Baş tanrı Yupiterdir. Yupiter baş tanrı Romada. Elə ki, xristianlıq yaranır, yəni tək tanrılı din, İsa Peyğəmbər bunun peyğəmbəridir. Sonra İsa Peyğəmbəri davamçıları Xristos adlandırırlar. Özlərini də xristianlar. Xristos Tanrı tərəfindən seçilən, özlərini isə xristianlar adlandırırlar. Kitabı İncildir, ibadət yeri kilsədir. Nəzarətçi adlanan yepiskoplar tərəfindən idarə olunur.
nəzarətçi deməkdir yepiskop. Baş yepiskop isə papadır. Papadır. İmperator Konstantin 313-cü ildə xristianlığı rəsmi din elan edir. Keçirik memarlığa. Roma memarlığı iki memarlıq üslubundan təsirlənib. Bir Yunan memarlığından, iki şərq memarlığından təsirlənib. Sonra Roma memarlığı yaranıb. Amma Roma heykəltaraşlığında isə bir fərqli cəhət var idi. Belə ki, əgər Yunan heykəlləri insanın ancaq xarici görünüşünü təsvir edirdilərsə, Roma heykəlləri həm də onun xarakterini təsvir edirdi. Trayan sütunu haqqında danışaq, dəyərli yoldaşlar. Trayan sütunu bildiyimiz sütun. Keçmiş obelikslər kimi belə hündür sütundur. Hündürlüyü 40 metrdir. İki hissədir. Bir zirvə hissəsidir, bir gövdə hissəsidir. Gövdə hissəsində deməli Trayanın döyüşlərdə qazandığı hərbi qələbələr təsvir olunub. Zirvə hissəsində Trayanın heykəli qoyulub. Kolizey. Kolizey amfiteatrdır. Amfiteatr, yəni böyük teatr. Gladiator döyüşlərinin keçirilməsi üçün inşa olunmuşdur. Gladiator döyüşlərinin keçirilməsi. Panteon. Panteon məbədi. Bütün tanrıların məbədi hesab olunur. Triumf. Bunu demişdik öncə. Zəfər tağıdır. İmperatorlar öz qələbələrini şöhrətləndirmək üçün o zəfər tağına keçid edirdilər. Sirk. Sirk cıdır meydanıdır. Cıdır meydanıdır. At yarışları üçündür. Eyni zamanda digər qədim dövlətlər kimi Romada da deməli sərdabələr var idi. Amma onlar günbəzlər də inşa edirdilər, arkalar da yaradırdılar. Arka bildiyimiz dairəvi formalı deməli tikintilər. Yəni bir qapı formasında kvadrat şəkilli deyil, bu arka formasında sütunlar yaradırdılar. Betonu ixtira etmişdilər. Yollar çəkirdilər, körpülər çəkirdilər, su kəmərləri çəkirdilər. Bir də geniş yol şəbəkəsi qədim Roma tarixinə aiddir. Beton və geniş yol şəbəkəsinin ixtirası deməli qədim Roma tarixinə aiddir. Dəyərli yoldaşlar, Roma tarixi, qədim Roma tarixi bu qədər. Gələn mövzularda görüşənədək. Sağ olun.